Salam dostlar, bugünkü dərsimiz ünvanlamadan olacaq. Ünvanlama ümumiyyətlə nədir? Ünvanlama məlumatlara daxil olma üsuludur, yaxud da emal etmə üsuludur, yaxud da yazma üsuludur. Bildiyiniz kimi biz artıq iki cür ünvanlamanı keçmişik. Biri directdir, biri də ki simvolikdir. Direct deyəndə biz birbaşa bizim çıxış və giriş adresinə, ünvanına müraciət edirik və simvolik isə biz bu çıxış və giriş ünvanını hansısa bir simvoldan əvəz edirik. Məsəl üçün, motor on, motor stop, yaxud da motor status yazırıq. Belə bir nümunə çəkə bilərəm sizə ki, məsəl üçün, siz brauzerdən Google.com yaxud da YouTube web səhifəsinə girəndə sizin brauzer birinci müraciət edir DNS-ə və oradan Google'un yaxud da YouTube'un IP-sini alır və ondan sonra o IP üzərindən bu proses background-a gedir, müraciət edir sizin istədiyiniz sayta. Indirect ünvanlamada isə yenə də götürək həmən o Google-ı. Google sizdə vasitəçi rolu çıxır və siz istədiyiniz məlumatı verir sizə. Ünvanlamada əsasən pointerlər istifadə olunur və yazılış belədir. P-30 və yaxud da baxın burada var və P-20.0 bu o deməkdir ki 20-ci baytın 0-cı bitini götürürük biz. Və bir şey də qeyd edeyim, ünvanlama ancaq STL dilində yazılır. Düzdür, mən özüm çox rastlaşmamışam bundan, amma deyə bilərəm ki, bizdə məsəl üçün buxar turbini vardı, orada fanların idarə edilməsi həmən bu indirect Azərbaycan dilində dolayı ünvanlama ilə yazılmışdı. Gəlin bir-iki dənə nümunə göstərim sizə və birini test edərik. Məsəl üçün, STL dilində biz yazırıq open db MV20. Bu nə deməkdir? Bu deməkdir ki, bizə DB blokunu aç, hansınki nömrəsi MV20 ünvanında yerləşir. Yaxud da ikinci nümunə UCFC məsəl üçün DB 420. Bu nə deməkdir? Bu deməkdir ki, bizə funksiyanı çağır, hansınki nömrəsi DB20 ünvanında yerləşir və bu DB isə DB registrlərində yerləşir. Yadınızdadırsa bizə iki cür registr var idi, DB bir də DI. Və yaxud da siz məsəl üçün timer çağırmaq istəyirsiniz, SDT və burada yazırıq, məsəl üçün lokal stekdə yerləşirsə LV4. Və məsəl üçün biz istəyirik ki, bu ünvanda yerləşən hər hansı bir vahidi yazaq lokal stekdə. Və DID4. Dostlar, bunların hamısı ünvan bildirir. Bunlar da hansı baytda yerləşir bildirir. Gəlin bunu pozaq və yazaq bizim proqramı. Hansını ki test edəcəyik. Əslində dostlar, kim istəyirsə saxlasın, yəni kimsə ayrıca öyrənəcəksə STL-ı saxlasın, sadəcə comment qoyar qabağına və bir-iki dənə işarə ilə qoyar və comment olacaq, onu kompilator oxumayacaq və biz yazaq belə bir proqram və yazaq AI deməli MD30 bərabərdir QMD olsun 40. Burada dostlar nə baş verir? Burada deməli I xanasından Q xanasına bit köçürdürük, amma hansı ünvandan istifadə edirik, bunu yazmamışıq. Gəlin bunu save edək. Tamam, problem yoxdur. Bağlayaq bunu.
Məndə hal-hazırda simulyator artıq işləyir. Gəlin bunu zbros edeyim. Ramp və yazaq bizim simulyatora. Yes. Bəli dostlar, simulyator işlədi. Dostlar, bir şey də yadımdan çıxdı. Əgər siz doğrudan da bu STL dilinə məşğul olsanız, orada OB deməli 121 səhv etməmsə blok var. Onu yükləmək yaddan çıxmasın. Bu nə üçün lazımdır? Məsəl üçün siz hansı adresdə, ünvanda səhv etmişsə, sizdə orada interrupt olacaq ya da error olacaq və bu blok sizin PLC-ni dayanmağa qoymayacaq. Yəni o interrupt'ı ya error'u öz üzərinə götürəcək və onun içində emal edəcək onu. Tamam dostlar, bizim artıq proqram hazırdır. Gəlin OB1 blokunu çağıraq. Deməli, STL-dadır və açıq geyinək. Burada deməli indirect olmalıdır sizdə, sıfırdır adreslərin hamısı və gəlin belə eləyək. PLC, monitor, modify və bura yazaq MD30 və MD40 və buranı keçirdək pointerə və buranı da keçirdək pointerə. Və məsəl üçün bizə lazımdır ki, biz pointerlə məsəl üçün götürək M20 və daha doğrusu P pointer 2.0 və pointerlə götürək P 4.6. Deməli, bu bizim giriş olacaq dostlar, bu bizim çıxışımız olacaq və indi biz nə edəcəyik? Açıq kimi geyinmişik və burada nətərdir vəziyyət, burada da yaxşıdır. Burada gəlin hər iki biti çıxardaq, IB2 Enter və QB4 Enter və gəlin yoxlayaq dostlar, yoxlayaq, baxaq, görək bizdə nə baş verəcək. Bunların ikisini də aktiv eləyək. Tamam, burada gördünüz dəyişdi. Artıq bizim indirect adres ünvan bura oldu və gəlin yoxlanış eləyək. PLC-də deməli biz bunu 0 eləsək, aktiv eləsək bu 4.6 yanmalıdır. Tamam, yandı dostlar. Deməli bu hissə bizdə işləyir. Gəlin indi bunu deməli binary-də baxaq. Baxaq bizdə ünvanlarda nə göstərəcək. Modify yox. Binary, bəli. Və buranı da binary eləyək. Və burada fikir versəz, bax, bunlar bitin nömrələridir dostlar. Bunlar isə byteların nömrəsidir, buradan sonra gələnlər. Yəni, pointer belə müraciət edir. Buna smisheniya edirlər, sürüşmə, üzü byte-lərdə. Yəni, nə qədər yuxarı adres götürsəz, o qədər bit tərəfə sürüşməmiz gedir. Və gəlin dostlar, bu dərsi tamamlayaq. Deməli, bir şey yadda saxlayın. Bizdə deməli pointer istifadə etmək üçün notepad, deməli bura yazım, siz istifadə eləyəsiniz M, DB və local stackdə. Ondan sonra functionu yaxud da FB-ni çağırmaq üçün, yaxud da DB-ni çağırmaq üçün siz istifadə edirsiniz Word. Və məsəl üçün input, output, yəni M merkirlər və local stackdən istifadə edəndə siz divert istifadə edirsiniz, yəni daha dəqiqliyi artırmaq üçün. Və dostlar, bunu yadda saxlayın, düzdür, çətin olacaq birinci, ondan sonra siz daha çox nümunələr etdikcə görəsiniz ki, bu dildə çox asan dildir. Yəni çox asan deyil, amma asan da olacaq sizin üçün.
Növbəti dərsdə biz artıq bu dərsi qutaracağıq. Yəni növbəti dərsdə biz analoq siqnalların arxivləşməsini eləyəcəyik və orada pointerlərdən, yəni indirect ünvanlamadan istifadə eləyəcəyik. Yenə təşəkkür edirəm hamınıza. Çox sağ olun. Gəlin dərslərdə görüşənədək.